Şəxsi avtomobillə sərnişin daşıyan bəzi taksi sürücülərinin avtomobil 4 yerli olduğu halda 4-cü sərnişini götürməkdən imtina etməsi ictimai müzakirələrə səbəb olub. Xüsusilə sərnişinlərin uzun müddət gözlədikdən sonra yer yoxdur cavabı ilə üzləşməsi narazılıq yaradır. Taksi istifadəçiləri düşünürlər ki, ödəniş qarşılığında sərnişin daşıyan sürücülər müəyyən məsuliyyət daşımalıdırlar. Belə ki, avtomobil sürücüdən əlavə 4 nəfərli idisə, 4-cü yerin boş saxlanılması əsassız sayılır. Müştərilər 10-15 dəqiqə gözlədikdən sonra imtina ilə qarşılaşırlar ki, xüsusilə pik saatlarda bu hallar narazılıq yaradır. Sahildə idik, ad gündən çıxmışdıq, Əhmədliyə zakaz verdi, 4 nəfər idik. Taksi dedi ki, 3 nəfərdən artıq qoya bilmərəm də maşına. Sürücü biz əsas gətirdi ki, burada qayıt çoxdur, qayıt görsə mənə cərimə yazacaq. Necə təzən taksi zakaz vurdu, başqasına getdi. XL taksi. 6 nəfərik. 4 nəfər yazıbsa 4 nəfər də olmalıdır. 1 nəfər qarşıda oturmalıdır, 3 nəfər də arxada. Biraz aşağı yazır. Yəqin ki, onunla əlaqələndirirlər. Amma taksi hər halda sifariş olunubsa, yəqin ki, 4-cü nəfəri götürmək də olar. Bu yenə də qalıb insafa. 4 nəfər minməsinə heç bir şey deyə bilməz. Bir hüququ məncə yoxdur. Başıma gəlsə də yəqin ki, istifadə eləmərəm, şikayətçi olaram, rəy bildirərəm. Bəzi sürücülərin fikrincə avtomobil onlara məxsusdur və bu ictimai nəqliyyat vasitəsi deyil. Onların əsas argumentləri isə belədir ki, avtomobildə rahatlıq və təhlükəsizlik məsələsi ön planda olmalıdır. Bəzi hallarda 4 nəfər avtomobilin texniki vəziyyətinə və ya sürücünün idarə etmə rahatlığına mənfi təsir göstərə bilər. Bəzi hallarda isə sərnişin çox, ödəniş az təyin edildiyi üçün sürücü şəxsi seçiminə əsasən sifarişdən imtina edir. Bu məsələdə həmçinin cərimələrdən ehtiyat edən sürücülər də var, müvafiq olaraq 4 və daha artıq sərnişin qəbul edən də. Valla bizə tapşırılıb ki, 3-4 nəfər olmasın. Çünki qaya ilişir də, yəni ona ki, 4 maşın arxası aşağı olduğu üçün. Götürməlidir. Mənim yeri düşübdü maşınıma, elə uşaqları olub, körpə uşaqları olub, 5-6 nəfər də körpə uşaqla oturtmuşuq. Kəmərə görə də, kəmərə uyğun götürülməlidir. 4 dənə sərnişin götürə bilər, 5-cini xeyr. Artıq adam götürəcək, qayda saxlayır bunu, cərimələyir ona görə. Çoxu da ki, pula görə, pul az verirlər ona görə. Problemin kökü aydın qaydaların olmamasıdır. Belə ki, şəxsi avtomobillə daşıma fəaliyyəti rəsmi çərçivəyə salınmalı və minimum davranış qaydaları müəyyən edilməlidir. Hazırda isə bu məsələ daha çox qarşılıqlı anlaşma və etik davranış çərçivəsində tənzimlənir. Qaydaların olmaması isə həm sürücüləri, həm də sərnişinləri narazı salır. Nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli deyir ki, sərnişin daşıma ilə bağlı bütün nəqliyyat növlərinin neçə yerlik olması ilə əlaqəli texniki göstəricilər mövcuddur və sərnişinin qəbul edilməsi də bu göstəricilərə əsasən tənzimlənməlidir. Həmçinin qeyd edək ki, sedan taksilərdə 4 yox, 5 sərnişin qanunsuz hesab olunur. Bakı şəhərində xidmət göstərən taksi xidmətində çalışan avtomobil nəqliyyat vasitələrinin böyük əksəriyyəti 4 nəfərlikdir, 4 yerlikdir. Hansısa A nöqtədən B nöqtəyə xidməti yerinə yetirmək üçün taksi sifarişi olunursa, bu zaman 4 nəfər götürmək onun bilavasitə borcudur. Burada istisna hallar ola bilər ki, tutaq ki, həddən artıq yüklü olan sərnişinlərə də rast gəlmək olur və bəzən onların yükünün bir hissəsini salona qoyurlar və biraz da sıxlaşdırıb 4-cü adamın da götürülməsini tələb edirlərsə, bu qanunsuzdur. Burada artıq sürücü imtina eləyə bilər, sürücü etiraz eləyə bilər və ya yükü ya da ki, 4-cü sərnişindən imtina eləmək hüququ var, salona götürməməklə bağlı. Məsələ ilə bağlı taksi şirkətlərindən birinin mətbuat xidməti ilə əlaqə saxladıq. Bildirildi ki, sifariş zamanı mobil tətbiqdə avtomobilin neçə sərnişin üçün nəzərdə tutulması ilə bağlı məlumat göstərilir. Sürücü də həmin göstəricilərə əsasən sərnişinləri qəbul etməlidir. Bu məsələdə neqativ hallarla rastlaşan sərnişinlərin müvafiq dəstək xidmətinə müraciət etmələri tövsiyə olunur. Daxil olan müraciətlərə əsasən məsələ araşdırılır və lazımi tədbirlər görülür.